Salam, Zehinpod təqdimatında yenidən sizinləyik. Biz burada bilirsiniz ki, müxtəlif mənbələrə baş vururuq, dərindən analiz edirik və bugün Robert Greene'in çox məşhur, bəlkə də biraz mübahisəli 33 strategiyada müharibə kitabından danışacağıq. Bəli, olduqca təsirli bir kitabdır. Amma adı sizi qorxutmasın, yəni söhbət təkcə tanklardan, tüfənglərdən getmir. Əlbəttə, əsas məqsədimiz bu strategiyaların arxasındakı o insan psixologiyasını, güc oyunlarını, taktikaları anlamaqdır. Və görək bunlardan gündəlik həyatımız üçün, bəlkə də iş həyatı üçün nəsə öyrənə bilərikmi? Mütləq. Gündəlik həyatda da kiçik müharibələr gedir axı. Rəqabət var, münasibətlər var. Elədir. Gəlin onda elə başlayaq. Green bir yerdə deyir ki, insanları motivasiya etməyin ən yaxşı yolu onları sanki necə deyim, səlib yürüyüşünə qoşulduqlarına inandırmaqdır. Yəni, məqsəd təkcə fərdi sağ qalmaq yox, daha böyük bir ideya uğrunda mübarizə aparmaqdır. Bu necə işləyir? Sadəcə ruhlandırmaqdır? Yox, bu sadəcə ruhlandırmaqdan daha dərindir. Baxın, insan təbiətən məna axtarışındadır. Öz həyatını, öz hərəkətlərini daha böyük bir çərçivəyə oturtmaq istəyir. Green deyir ki, liderlər bu ehtiyacı görüb insanlara özlərindən daha böyük bir məqsəd, bir ideya təklif edəndə, sanki bir missiya. bəli, bir missiya hissi yaradırlar. Bu zaman fərd öz şəxsi qorxularını, tərəddüdlərini, hətta şəxsi maraqlarını ikinci plana atır. Qrupun məqsədi onun üçün daha vacib olur. Çünki inanır ki, o qrup, o ideya haqlıdır. Hə, bu aydındır. Bu komanda işində də, şirkətlərdə də çox vacibdir yəqin ki, insanları ortaq bir viziyaya inandırmaq. Tamamilə. Bu, qrup bağlılığını inanılmaz dərəcədə gücləndirir. Fərdlər öz sağ qalma şanslarının belə bütün qrupun, bütün ordunun uğurundan asılı olduğunu dərk etməyə başlayırlar. Bu kollektiv ruh əlbəttə çox güclü bir silahdır. Amma necə deyərlər, iki ucu iti bıçaqdır. Yəni, bu cür güclü birlik hissi eyni zamanda çox asanlıqla manipulyasiya üçün istifadə edilə bilər. Tarixdə bunun çox nümunələri var. İnsanları haqlı bir məqsəd adı altında çox pis işlərə sövq etmək mümkündür. Düzdür, bu təhlükəli tərəfidir. Keçək başqa bir maraqlı məqama, sürət. Green sürətin, ani hərəkətin əhəmiyyətini çox vurğulayır. Deyir ki, rəqibə düşünməyə, təşkilatlanmağa, hətta nəfəs dərməyə belə imkan vermədən zərbə indirməyə lazımdır. Bu, sırf hərbi taktikadır yoxsa? Əsasən psixoloji təsirdir. Baxın, insanların əksəriyyəti təbiətən biraz qərarsızdır. Həddən artıq ehtiyatlı olmağa meyillidir. Bir vəziyyətlə üzləşəndə ölçüb biçməyə çalışırıq, analiz edirik, ləngiyirik. Hə, reaksiyamız gecikir bəzən. Bəli, sürətli və qətiyyətli hərəkət isə rəqibin bax bu təbii meylini alt-üst edir. Onlar qəfil yaxalanırlar, hazırlıqsız olurlar. Nə baş verdiyini anlamağa çalışarkən artıq gec olur, tarazlıqları pozulur. Və məntiqdən çox emosiyaları ilə hərəkət etməyə başlayırlar, eləmi? Tam olaraq. Panika, qorxu, təlaş, bunlar məntiqi düşüncəni blokluyur. Və emosiyalarla hərəkət edən rəqib nə edər? Səhv edər. Bu təkcə döyüş meydanında deyil, biznesdə ani bir qərarla rəqibi üstələmək ya da bir mübahisədə qarşı tərəfi çaşdırıb öz mövqeyini gücləndirmək. Hamısı bu prinsipə əsaslanır müəyyən mənada. Maraqlıdır. Amma bütün bunları etmək üçün yəqin ki, əvvəlcə rəqibi ya da qarşı tərəfi yaxşı tanımaq lazımdır. Green bu məsələyə də toxunur, xüsusilə gizli düşmənlər ya da niyyəti bəlli olmayan müttəfiqlər barədə. Məsələn, Kral Saulun Davudun onu öldürmək istədiyini necə öyrənməsi ya da Cortez'in Meksikada öz şübhəli əskərlərinə qarşı yanaşması birbaşa üzləşməkdən çəkinir. Bəli, çünki birbaşa ittiham, birbaşa üzləşmə adətən insanları müdafiə mövqeyinə keçirir. İnsanlar özlərini qorumaq üçün həqiqəti gizlətməyə, yalan danışmağa daha çox meyilli olurlar. Green deyir ki, əgər kiminsə əsl niyyətini öyrənmək istəyirsənsə, birbaşa hücum yerinə dolaylı yollardan istifadə et. Necə yəni dolaylı yollar? Müşahidə etmək kimi. Həm müşahidə, həm kiçik sınaqlar, hətta bəzən onların öz taktikalarını təqlid etmək. Məsələn, şübhələndiyin adamın ətrafında müəyyən şayələr yaymaq və onun reaksiyasını izləmək. Və ya ona kiçik görünüşdə əhəmiyyətsiz bir tapşırıq verib necə yerinə yetirdiyinə baxmaq. Qədim Çinlilərin bir məsəli var.
Deyir, ilanları ürkütmək üçün bəzən otlara çubuqla vurmaq lazımdır. Yəni birbaşa ilana yox, ətrafına təsir edərək onu hərəkətə gətirmək. Çox incə bir yanaşmadır. Elədir. Bu həm də səbir və soyuqqanlılıq tələb edir. Hansı ki, Greenin vurğuladığı digər çox vacib bir məqamdır bu. Soyuqqanlılıq. Gərgin anlarda təzyiq altında emosiyaları cilovlaya bilmək. Hə, o Yapon qılınc ustası Miyamoto Musashi haqda yazdıqları, rəqiblərinin o qatı, proqnozlaşdırıla bilən düşüncə tərzini necə onların əleyhinə çevirməsi və ya Admiral Nelsonun Kopenhagen döyüşündəki o təmkinli özgüvəni, hətta o hekayəvarı çay ustasının samurayla qarşılaşması. Bəli. O hekayə əladır. Göstərir ki, məsələ təkcə fiziki güc və ya texniki bacarıq deyil. Əsas məsələ daxili nizam-intizamdır. Çaxnaşma anında belə sakit qalmaq, vəziyyəti ayıq-başla qiymətləndirmək və əvvəlcədən müəyyən edilmiş plana sadiq qalmaq bacarığı. Bu iradə gücü ilə bağlıdır, yoxsa təcrübə ilə qazanılır? Məncə, daha çox təcrübədir. İradə vacibdir, əlbəttə. Amma yüksək bilik, iti zəka belə, əgər təzyiq altında dağılırsa, heç bir faydası qalmır. Bunu kitablardan öyrənmək çətindir. Həyatın özü, çətin vəziyyətlər bunu insana öyrədir. Və soyuqqanlılıq, təmkinlilik özü bir silaha çevrilə bilər. Çünki qarşı tərəf səndən emosional reaksiya gözləyərkən sən sakit qalırsan, bu onların planlarını pozur, onları çaşdırır. Bütün bu taktikalar, strategiyalar arasında itib batmamaq üçün də yəqin ki, böyük mənzərəni gözdən qaçırmamaq lazımdır. Green buna da toxunur, hətta Nietzsche'dən stat gətirir, deyir ki, bəzən biz məqsədə gedən yola o qədər aludə oluruq ki, əsl məqsədi unuduruq. Tamamilə doğrudur. Clausewitzin məşhur sözü var axı, müharibə siyasətin başqa vasitələrlə davamıdır. Yəni, hər bir döyüşün, hər bir hərbi əməliyyatın arxasında daha böyük bir siyasi məqsəd dayanmalıdır. Taktiki qələbələr qazanmaq olar, amma əgər bu qələbələr ümumi strateji hədəfə xidmət etmirsə, əslində məğlubiyyət sayıla bilər. O məşhur Pirrosun hekayəsi kimi. Qələbə çalır, amma o qədər itki verir ki, deyir, bir belə qələbədə çalsam məhv olaram. Bəli, Pir qələbəsi bu çox gözəl nümunədir. Qısa müddətli uğurlara aldanıb əsas məqsədi unutmaq, resursları boş yerə sərf etmək təhlükəsi hər zaman var. Strateji düşüncə odur ki, hər bir addımı, hər bir hərəkəti ümumi məqsədə necə xidmət etdiyinə görə ölçüb biçəsən və resursların enerjinin iqtisadiyyatı prinsipi də burada çox vacibdir. Yəni, hədəfə çatmaq üçün minimum zəruri vasitələrdən istifadə etmək, ən effektiv yolu tapmaq. Bütün bu müzakirə etdiklərimiz əslində ilk baxışda biraz sərt, hətta bəlkə də amansız görünə bilər. Müharibə strategiyaları daxil. Amma onların altında yatan prinsiplər, insan davranışları, qrup psixologiyası, güc dinamikaları, rəqabət, təzyiq altında qərar vermə, bunlar həyatın demək olar ki, hər sahəsində qarşımıza çıxır. İşdə, şəxsi münasibətlərdə, hətta gündəlik ünsiyyətdə belə. elədir, bu taktikaları bilmək, onları anlamaq, bəlkə də ətrafımızda baş verənləri daha yaxşı oxumağa kömək edir. İnsanların motivasiyalarını, hərəkətlərinin səbəblərini anlamağa yardımcı olur. Mütləq. Bu bilik insana müəyyən bir, belə deyək də, üstünlük verə bilər. Amma burada əsas düşündürücü sual ortaya çıxır. Bu bilikdən, bu gücdən necə istifadə etməli? Yaxşılığa doğru, yoxsa başqa məqsədlər üçün? Bu, çox ciddi bir məsuliyyət məsələsidir. Siz nə düşünürsünüz, əziz dinləyicilər? Bugün danışdıqlarımızdan hansı strategiya sizə daha çox təsir etdi? Hansı sizə daha tanış gəldi və niyə? Bəli, bu barədə düşünməyə dəyər. Zeynpod adından hər birinizə təşəkkür edirik ki, bizimlə idiniz. Ümid edirik ki, bu dərin araşdırma sizin üçün də faydalı və düşündürücü oldu. Əgər bu cür məzmunları bəyənirsinizsə, bizi izləməyə davam edin. Kanala abunə olmağı və bu bölümü də bəyənməyi unutmayın. Fikirlərinizi də şərhlərdə yazsanız çox məmnun olarıq. Hələlik, növbəti araşdırmalarda görüşənədək. Sağ olun.